Ticari etika ilə bağlı sizə həyatımdan 2 dənə misal gətirmək istəyirəm təcrübəmdən. Bu misallarda mənə qarşı 2 iş adamının etdiyi ticari etik hərəkətlərdən danışmaq istəyirəm sizə. 15 il bundan qabaq bir Yahudi iş adamı var idi burada, Guangzhou'da. Mən ona müştəriləri gətirəcəm. O vaxt mən təzə gəlmişdim. Təzə Guangzhou'nu tanıyırdım. Müştəri gətirəcəm və bu müştəridən müəyyən qədər mənə, yəni mən buradan heç nə almayacağam, amma müştəri gətirəndə, o alış-veriş edəndə mənə müəyyən bir komisyon sifarişçinin payından yox, bunun öz xeyrindən. Yəni biz belə danışmışdıq ki, üstünə pul qoyma. Çünki üstünə pul qoyanda gəlib gedəcək yanımı biləcək ki, bu biraz artıqdır qiymət. Belə oldu ki, mən ondan sonra biraz daha başqa işlə məşğul oldum. İşlərim yaxşı oldu və üstündən hardasa 1 il keçəndən sonra qardaşla biz görüşdük, həmin bu Yahudi oğlanla. Mənə deyir ki, Abbas, haralardasan, görünmürsən? Bəs sənin pulun yığılıb. Burada filan qədər pulun yığılıb qalıb, mən bunları sənə ayırıram. Yəni biz səndən necə danışmışdıq, o qaydada bizim işimiz gedir. Yəni adam danışdığımız prinsipləri pozmadı. Toplayıb dedi ki, ofisdədir, gəl pulumu götür. Mən onda artıq başqa işlərlə məşğul olurdum. O vaxt mən dedim ki, çox sağ ol. Amma mənə bu dəqiqə o pula artıq ehtiyac yoxdur. Qoy qalsın səndə, çünki artıq biz eyni səviyyəyə qalxmışdıq. Nəysə, başqaları necə eləyərdi siz özünüz düşünün. Bu birinci misal idi.